Azərbaycan Dövlət Pedaqoji Universitetində Hədəfdə STEM 8 beynəlxalq təlim treninqinin açılış mərasimi keçirilib. Tədbirdən öncə robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış olub. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Hədəfdə STEM layihəsinin rəhbəri Şəmil Sadıq bizim mediaya bildirib ki, seminar treninq geniş miqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək məqsədi ilə təşkil olunub. Biz adətən müəllimlərə təlimləri nəzəri tərəfdən veririk, danışırıq, məlumat veririk, yol göstəririk. Amma bəzən müəllimlər də deyirlər ki, bunları danışırsınız, bir də göstərin görək necə olur. Ona görə bizim təlim trening yalnız söyləmək deyil, workshoplardan ibarət bölmələr üzrə, humanitar, dəqiq elmlər, texniki fənlər üzrə 40 interaktiv dərs dinləyir. Açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Professor Cəfər Cəfərov, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Nicat Məmmədli, Türkiyənin Mudanya Universitetinin təsisçisi Qiyasəddin Bingöl, Qazaxıstan, Özbəkistan, Qırğızıstan universitetlərindən olan mütəxəssislər iştirak ediblər. Qonaqlar çıxış edərək layihənin əhəmiyyətindən və dünyadakı müasir çağırışlardan danışıblar. Açılış mərasimindən sonra mütəxəssislər müxtəlif mövzularda məruzələr ediblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hədəf Şirkətlər Qrupu və Türkiyənin Doğu Akdeniz Universitetinin təşkilatçılığı ilə keçirilən Hədəfdə STEM 8 təlim treninqdə ümumilikdə 6 məruzə, Azərbaycan, rus və ingilis dillərində 5 blok üzrə 36 təlim və 5 seminar təqdim olunub. Hədəfdə STEM 8 təlim treninqi yanvarın 27-sində başa çatacaq. İştirakçılara sertifikatlar, xatirə hədiyyələri təqdim ediləcək. Günay Şahmar, Sadiq Məmmədov, bizim media.